Salam, axşamınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbəri izləyirsiniz. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev X hesabında 3 oktyabr Türk dövlətlərinin əməkdaşlıq günü ilə bağlı paylaşım edib. Qeyd olunub ki, 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulub. Bu əlamətdar gün münasibəti ilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir. Ötən 16 il ərzində təşkilatımız güclənib, dünya miqyasında böyük nüfuz qazanıb, sıralarımız genişlənib. Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk xalqları arasında həmrəyliyin daha da möhkəmləndirilməsinə böyük töhfə verib. Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir, deyə Prezidentin paylaşımında qeyd olunub. Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Danimarkaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib. İndi həmin görüntüləri təqdim edirik. Davam edir, hörmətli tamaşaçılar. Azərbaycanda içlərində hərbçi də olmaqla 4 nəfər dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. Xəzər xəbərin əldə etdiyi məlumata görə Dövlət Təhlükəsizlik Xidmətində ibtidai istintaqı başa çatdırılmış cinayət işi üzrə toplanmış materiallar Bakı Hərbi Məhkəməsinə daxil olub. Əldə etdiyimiz məlumata görə həmin şəxslər bir müddət əvvəl həbs ediliblər. Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qəmbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar. Onlardan Vüsal Ağayev hərbçidir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Aliyev İordaniya Haşimilər Krallığı ərazisində, Məmməd Şərifov isə Türkiyə ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü, yəni dövlətə xəyanət maddəsi ilə ittiham irəli sürülüb. Xəzər xəbər izləyirsiniz. Bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib, Tarif Şurasının növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib. İclasda yeni dövlət qeydiyyatına alınan 187 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. 6 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədi ilə 45 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsir edici maddənin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının dərman vasitələri bölməsində yerləşdirilib. Qərar oktyabrın 7-sindən qüvvəyə minir. Sabiq Səhiyyə Naziri Oqtay Şirəliyev vəfat edib. O, bugün 75 yaşında Xəzər rayonunun Şivalan qəsəbəsindəki
yaşadığı evdə dünyasını dəyişib. Təbibdən Xəzər xəbərə verilən məlumatda deyilir ki, sabiq Səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar bugün saat 17:30 radələrində Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkimə qədər ölüm faktı qeydə alınıb. Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub. 1967-73-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi ixtisası üzrə bitirib. 2005-2021-ci illərdə Səhiyyə naziri olaraq fəaliyyət göstərib. İndi sizə təqdim edəcəyimiz sujetin qəhrəmanı olan bağça müəlliməsi valideynlə salfet üstündə davaya çıxıb. Hətta bu yetmirmiş kimi övladına yaxşı baxmaq üçün valideyn onunla yaxşı rəftara da dəvət edib. İstədiyi pullar isə tamam başqa mövzudur. Necəsiz? Sağ olun, siz necəsiz? Yaxşı olasınız. Bəli. Xəzər TV-yə çəkilişə gətirib. Xəzəri çəkilişə gətirib. Niyə gedirsiniz müəllimə? Pəncərədən qaçıb, müəllimə. Pəncərədən. Görün də, vəziyyətə baxın. Bəli, çəkiliş qrupunu görən müəllimə özünü əvvəlcə ayaq yoluna kilitlədi. Sonra isə çıxış yolunu tualetin pəncərəsindən hoppanmaqda gördü. Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Sümbül Körpələr Evi uşaq bağçasının müəlliməsinin pəncərədən hoppanaraq qaçmasına səbəb biz deyilik. Valideynlə onun salfet üstündə çıxan söz davasıdır. Əgər uşağına yaxşı baxılmağını istəyirsənsə, bacım, salfetkasını gətir, uşağına yaxşı baxıl. Elə danışsa qanunda var ki, Deyiləm ki, qanunla deyil, qanunla çox şey yoxdur. Sənin uşağının 2 yaşı yoxdur. Bir paçka salfetka gətirmişsən, deyirsən bir... Ay bacı, sabah uşağının burnunda iz qalanda, əli şeyli qalanda mən işini deməm. Müəllim valideyn davası bununla da bitmir. Hətta müəllimə valideynə digər uşaqlardan aldığı puldan bəhs edir. Bu azmış kimi valideyni uşağı ilə də hədələyir. O uşaq mənə hər ay 50 manat verir. Burada gördüyün uşaqların hamısı hər ay 50 manat verir. 20 manat müdürün, onun bizim. Sən balacaqlar olsun, əvvəl tüfəqi yoxdur, balaca olsun. Uşağının yaxşılığını istəyirsənsə, uşağını qoyduğun yerdə uşağın müəlliməsinə yaxşı bax, sən uşağına yaxşı baxılsın. Mən uşağın müəlliməsinə... Sən gəlib mənə belə agresiv danışır. Sən öz uşağını düşünmürsənsə, mənə nə? Xəzər xəbərin WhatsApp qaynar xəttinə müraciət edən valideyn Şəhla Zamanlı iddia edir ki, övladını bir müddət əvvəl Sümbül Körpələr Evi uşaq bağçasına yerləşdirib. Amma övladı bağçaya gedən ilk gündən Leyla adlı müəllimə ilə tez-tez ədavətləri baş verib. Vuruşurlar ki, mənə 50 manat gətirsən, uşağa yaxşı baxacaq. Gətirməsən, uşağa pis baxsaq, inciməyin bizdən. Bura deyir, biz baxırıq, sən uşağa mən baxıram, devlət sən uşağa baxmır ki, mən baxırım. Mənə deyir, hörmət edəcəksən ki, uşağa yaxşı bax. Valideyn deyir ki, problemlər bununla da bitmir. Onun iddiasına görə uşaqlara verilən yemək də keyfiyyətsizdir. Biz də mövcud vəziyyətlə bağlı üz tutduq bağçaya. Bizi heç bir təhlükəsizlik sistemi qorunmayan, hər kəsin rahat daxil ola biləcəyi bir məkan qarşıladı. Daha sonra isə məsələdə adı hallanan Leyla müəllimənin qrupuna yaxınlaşdıq. Bizi görən müəllimə isə özünü ayaq yoluna bağladı. Qrupdakı digər müəllimə ilə də həmsöhbət olmaq istədik. Dövlət bağçası da özəl. Dövlət bağçasına niyə pul tələb edirsiniz valideynlərdən? Seçimdə tələb edir, yalan danışır valideyn. Bəs sizin səsinizi yaz baxın. Mənim səsim ola bilməz. Sizin, digər müəllimələrin pul tələb eləməmisiniz? 50 manat alırıq, 20 manatı direktorundur. Ay qız. Elə bir söhbət olmuyor? Yox. Bəs o səs yazdakı kimdir? Mən deyirəm, ay qız, getmə, bura get, çal. Sonra pəncərədən qaçan müəllimənin izi ilə bütün bağçanı gəzdik. Gördüklərimiz isə bu oldu. Natəmizlik. Bağçanın səlahiyyətli şəxslərindən isə heç kəsi tapa bilmədik. Direktor da məzuniyyətdədir, onu əvəz eləyəndə gedib idarəyə. Biz indi neynəyəm? Mən də adi bir fəhləyəm. Yəni heç bir səlahiyyətli şəxs yoxdur burada? Yoxdur da. Son, bağçanın müdirəsi bir nəfərdir də yəqin. Bəs hanı? Zavxoz bilir də onlardadır. Heç kəs yoxdur burada bir səlahiyyətli şəxs bu dəqiqə. Səhər gəlmişlər ki... Şikayət var bağçanızda, pul yığma ilə bağlı. Bir adam yoxdur, çıxsın cavab versin. Müəllimə pəncərədən hoppanıb qaçır. Yaşlı qadın bağçada pəncərədə olur.
pəncərədən hoppandı, qaçdı müəllimə qız. Məsələ ilə bağlı Bakı şəhər təhsil idarəsinə müraciət etdik. İdarədən Xəzər xəbərə bildirildi ki, paytaxtdakı Sümbül Körpələr evi uşaq bağçasında müəllimənin vəsait toplaması iddiası ilə bağlı araşdırma aparılacaq. Ruzanə Kərimli, Cəfər Qasımov, Xəzər xəbər. Bakıda estetik mərkəz adı altında fəaliyyət göstərən klinikalardan birində 25 yaşlı qızın bədəninə dolğu əvəzinə maz vurulduğu iddia edilir. 2 gün sonra hər iki ayağında problemlər yaranıb. Maraqlıdır ki, həmin həkimlə əlaqə saxladıqda hazırda başqa bir klinikada çalışdığı bildirilib. Həmin klinika isə orada belə bir həkimin şəxsin çalışmadığını açıqlayıb. Təfərrüatları izləyək. Ayaq əyriliyini düzəltmək istədi. Yer işindən oldu. Bakıda özəl klinikaların birində pasiyentin hər iki ayağına estetik görünüş vermək üçün dolğu əvəzinə maz vurulduğu iddia edilir. Əməliyyatdan 2 ay sonra hər iki ayağının baldır hissəsində çürümə başladığını bildirən 25 yaşlı qadın Xəzər xəbərə danışıb. O deyir ki, ayaqları qalınlaşdırmaq üçün etdirdiyi estetik əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb. Ləman Nəbiyeva TikTok sosial şəbəkəsində rast gəldiyi elanın ardınca özəl klinikaya müraciət edib. Ayağımın baldır hissəsində gel vurdurmaq üçün. Görünüş vermək istəyirdim, biraz elə bir düzləşməyinə görə, ona görə yaxınlaşmışdım. Xəyali həkimin yanına TikTokdan görüb yazmışdım. Ləman Nəbiyeva bildirir ki, estetik əməliyyatdan 2 gün sonra onun hər iki ayağında qızartılar yaranıb və dolğunun vurulduğu nöqtədə çirk əmələ gəlib. Dediyinə görə bu barədə dəfələrlə Xəyalə İsmayılovaya müraciət etsə də həkim onu bütün sosial şəbəkələrdə blok edib. 2 ildir müxtəlif xəstəxanalarda müalicə alan Ləman Nəbiyeva mütəxəssislərin rəyindən sonra öyrənib ki, onun ayağına dolğu adı ilə vurulan gel vazelen olub. Bunu Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komissiya Ekspertizalar şöbəsi də təsdiqləyib. Nəsimi rayon prokurorluğuna müraciət elədim. Məni ekspertizaya falan göndərib elədilər. Ekspertizanın nəticəsində də o göstərildi ki, yəni vazelin vurulubdur. Yəni gel deyil də, dolğu gel deyil. Sağ ayağımın yəni vəziyyəti ağırdır. Yəni şəkilləri də var, hal-hazırda açıb göstərə bilərəm. 600 manat, yəni verdiyim gelin puludur. İddialarla bağlı dəqiqləşdirmə apararkən öyrəndik ki, hazırda Xəyali İsmayılova Dəniz hospitalda çalışır. Üz tutduq sözü gedən hospitala. Xanım, saat 3-də yaxınlaşarsınız. Həzə Aslanovda Dəniz hospitala. Maraqlıdır ki, Dəniz hospitalın baş həkimi isə həmin xanımın orada çalışmadığını dedi. Yanlış fikirdir. Mənim bir otağımda bir kosmetolog işləyib bir neçə gün heç onlara aidiyyəti, onları tanımayan bir xanımdır. Analitik ekspertiza mərkəzindənsə Xəzər xəbərə bildirildi ki, Xəyalə İsmayılova barəsində Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində heç bir məlumat yoxdur. Dəniz hospitala gəlincə analitik ekspertiza mərkəzindən bildirildi ki, tibb müəssisəsi kimi lisenziyası var, amma plastik cərrahiyyə ilə məşğul olmaq üçün lazım olan lisenziyası yoxdur. Baş prokurorluqdan Xəzər xəbərə bildirildi ki, Ləman Nəbiyeva da daxil olmaqla zərər çəkmişlərin şikayəti ilə bağlı cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək. Sevinç Vaqif qızı, Səbuhi Mustafayev, Xəzər xəbər. Bakıda Şadlıq Sarayında qeydə alınan bədbəxt hadisə ölümlə nəticələnib. 9 gün əvvəl pilləkənlərdən yıxılan 36 yaşlı kişi aldığı xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 9 gün öncə pilləkənlərdən yıxılan şəxs ötən gün dünyasını dəyişdi. Hadisə Nizami rayonunda yerləşən Şərq Şadlıq Sarayında baş verib. Hadisə bu Şadlıq Sarayında baş verib. Belə ki, paytaxt sakini Orxan Qarayev pilləkənlərdən yıxılıb. O, dərhal aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Lakin 36 yaşlı şəxs ötən gün dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyini öyrənmək üçün Şadlıq Sarayının əməkdaşları ilə əlaqə saxladıq. Onlar müsahibə vermək istəməsələr də bildirdilər ki, toyda içki içən şəxsi qohumları həyətə çıxarıb. Həmin adamların arasında Orxan Qarayev də olub. Elə bu vaxt o ehtiyatsızlıqdan yıxılıb.
Məsələ ilə bağlı təbibdən bildirildi ki, sentyabrın 23-də axşam saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonunda yerləşən Şərq Şadlıq Sarayında yıxılma səbəbi ilə çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili yardım briqadası tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərilib və burun sümüyünün sınığı, qapalı kəllə beyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb. Fidan Əsədli, Üzeyir Ağayev, Xəzər xəbər. Təsəvvür edin, sizə bir zəng gəlir və deyirlər ki, adınıza olan hesaba 1 milyon manata yaxın pul keçirilib. Adam bilmir bu xəbərə sevinsin, yoxsa üzülsün. Belə bir zəng paytaxt küçələrində limon satışı ilə məşğul olan 61 yaşlı Yevlax sakininin başına gəlib. Belə ki, polis onu saxlayıb və aşkar edib ki, həmin vəsait başqa şəxslərin bank kartlarından kiberdələduzluq yolu ilə limon satanın hesabına köçürülüb. Hər halda məsələ araşdırılır və Xəzər xəbər olaraq biz də bunu diqqətdə saxlayırıq. Nəticə olsa, təbii ki, bu barədə də məlumat verəcək. 50 qəpiyə limon satar, amma hesabında 1 milyon manata yaxın vəsait var. Xəzər xəbərə müraciət edən Yevlax sakini 61 yaşlı Zahid Hüseynov belə iddia edir. Müsahibimiz deyir ki, ailəsi Yevlaxda yaşasa da özü paytaxtın müxtəlif ərazilərində limon satar. Bir neçə ay əvvəl ona Daşkəsən rayon polis şöbəsindən məlumat verilib ki, yaşlı qadının bank kartından kiberdələduzluq yolu ilə pulu mənimsəyib. Zahid Hüseynovu həmin zəngdən bir neçə gün sonra polis paytaxtda saxlayıb və Daşkəsən rayon polis şöbəsinə aparıb. Azərbaycanın rayonlarında olan pensionerlər, bəzi maaş alan insanların, xarqqerlərin köməkçiləri burada. Əlatdan o pulları bir-birindən adına keçirdib, məndə dayandırıbdılar. Mənim adıma hesab açılıbdı. Necə açılıb 1 milyona yaxın pul mənim adımdadır indi. Daşkəsəndə baş müstəntiq də mənə bildirdi ki, bu sizin adınıza bu pulları keçdiyini görürəm, amma çıxdığını görmürəm. Zahid Hüseynov deyir ki, bu hadisədən sonra ciddi narahat olub və bütün banklara gedərək adına hesabın açılmasını yoxladı. Amma belə bir hesabın və 1 milyon manatın olmasını heç bir bank təsdiq etməyib. Hesab edilir ki, həmin hesab elektron pul kisəsi vasitəsilə yaradılıb. Onlar yoxlama zamanı dedilər ki, Belasuvar rayonunun Dövlət Bankının, cəmaatın kart pensiyələrindən, kartından 700 min adıva keçibdir elə. Təkcə 700 min? 700 min, hələ bir Belasuvardandır. Hələ başqa rayonları demirəm. Daxili İşlər Nazirliyində mayor adı Abbasdır. Yoxlayanda dedi ki, mən də yoxlamışam, hesabdır. Bu hesaba keçibdir, indi sizin adınızdadırsa bağlada bilərsiniz. Bunu da mən bağlada bilmirəm. İndi zərər çəkmiş Zahid Hüseynovun bir istəyi var. Onun adına hesab açaraq kiberdələduzluq edən cinayətkar dəstə saxlanılsın və istintaqa cəlb edilsin. Zahid kişi başına gələnlərlə yanaşı pulların əsl sahiblərini də unutmur. Əgər o kimin puludursa, pensionerdir, maaş alanda onu alın təri ilə qazanıbdır, o zulümdür. Mənə heç kimin pulu lazım deyil. Mənə hamısının pulu qaytarılsın özünə. Əgər mənim adımdadırsa. İddiaların doğru olub-olmamasını öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirdi ki, həmin vətəndaşın müraciəti əsasında ərazi polis orqanında araşdırma aparılır. Ramal Abdullayev, Ramil İbrahimov, Xəzər xəbər. Paytaxtın Xətai rayonundakı binanın həyətində yaşayanlar, xüsusən də kiçik uşaqlar üçün narahatdırlar. Çünki dediklərinə görə çox sayda sahibsiz it yaşadıkları binaların bloklarında gecələyir. Sakinlərin sözlərinə görə problem təkcə bununla da bitmir. Binanın həyətində müəyyən vaxtlarda ilan və tülkü də görmək mümkündür. İt, ilan, tülkü. Eləcə də ağaclardakı bit-birə sakinləri təngə gətirib. Paytaxtın Xətai rayonu General Şıxlinski küçəsinin sakinləri sahibsiz itlərlə, eləcə də ilanlarla bağlı ciddi problem yaşadıklarını deyirlər. Xətai rayonunda bu küçədə yaşayan sakinlər deyir ki, bizim övladlarımızı zooparka aparmağa ehtiyac yoxdur. Çünki binamızın həyətində bit-birədən tut, ilana, tülküyə qədər görmək mümkündür. Bu itlərdən, ilanlardan biz bezar olmuşuq. Aprel ayından biz ilanlarla savaşırıq burada. Bildiyiniz gürzə. Nə ilanı, nə gəzir ilan binanın arasında? Nə bilim, birə ilə əlləşdik, daha onu özümüz dərman alıb
çarəsini qıldıq. İlanı axı heç nə eləyə bilmirik. 7-8 dənə it bu blokda yaşayırıq. Blokun içində girirlər. Bildiyiniz birinci mərtəbədə 7-8 dənə it bir-biri ilə savaşırdı. Sakinlər bildirirlər ki, itlər bizi binanın girişində, bloklarda qarşılayır. Xüsusən də səhər tezdən işə, bağçaya gedənlər bu vəziyyətlə tez-tez üzləşirlər. Məktəbə gedib gələndə səhər-səhər itlər cumur. Yəni axşam uşaqlar idmandan gələndə bizdə aşağıda yer var, orada itlər dolur həyətə, uşaqlara cumur. Kadrlardan da göründüyü kimi həyətdə çox sayda sahibsiz it var. Sakinlər hər gün qorxu, həyəcan yaşadıklarını deyirlər. Mən də şikayətçiyim, çünki bağçaya gedəndə uşaqla bizim üstümüzə də cumuşdular itlər. Mən çox qorxmuşdum, yəni ki, uşaq da qorxmuşdu. Qızım işdən gələndə itlər cumub, ona bazarlıq eləyib, belə atıb setkanı qaçıb. O boyda qız gəldi evə, nə günə qalmışdı. Hər sabah mən uşaqlar məktəbə gedəndə balam, mən o itləri qoylamaqdan bax boğazıma yığılmışam. Cəmaatın uşağına cumur, mən əlimə bir dənə dəmir Hasan başlamışdan göstərim. Onu artırım, itlər qaçır, yoxsa Allah gözümü də yer. Bəzi vətəndaşlar isə itlərin bu həyətdə toplanmasına görə elə qonşuları günahlandırırlar. Heyvandır, qalırsan belə. Yemdən də tökürlər həyətdəkilər. Bax, belə bu vəziyyət yaranır. Buraları çox natəmiz hala salırlar. Belə çıxır ki, sakinlər özü bəsləyir bu kiçik heyvanları. İndi hamısı yox, bəziləri. Podezin içinə girmişdi yayda. Bir təhər qovaladıq, qapımızı bağladıq ki, girməsinlər. Bəs qorxmursunuz, çəkinmirsiniz? Vallahi qorxmaq deyəndə ki, itlərdir, balaca itlərdir ki, burada böyüdülür ki, bizi tanıyırlar. Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən bildirildi ki, həmin ərazidə ilanların, eləcə də tülkü balalarının olması ilə bağlı sakinlərdən yay aylarında müraciət daxil olub. Həmin vaxt məsələnin həlli üçün bir sıra tədbirlər görülüb. Həm ilanlar, həm də sahibsiz itlərlə bağlı yenə də aidiyyəti qurumlara müraciət göndəriləcək və məsələ nəzarətdə saxlanılacaq. Nigar Polad, Yusif Kərimli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər. Davam edir hörmətli tamaşaçılar. Böyük Britaniyada Manchester şəhərində sinagog yaxınlığında baş verən terror aktı ilə bağlı matəm elan edilib. Bildirilib ki, İcmalar Palatasının spikeri Lindsey Hoyle Bakı vaxtı ilə 23:00-a qədər Britaniyanın bütün hökumət binalarında bayraqların yarıya indirilməsi barədə göstəriş verib. Telekanal həmçinin qeyd edib ki, ölkənin baş naziri Keir Starmer həyat yoldaşı Victoria ilə birgə hücum baş verən əraziyə gedib. Onlar orada Manchester polisi və Yəhudi icmasının nümayəndələri ilə görüş keçirib. Xatırladaq ki, oktyabrın 2-də Manchesterdə naməlum şəxs ilk olaraq avtomobilini izdihamın üzərinə sürüb, daha sonra bıçaqla insanlara hücum edib. Nəticədə də 2 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Polis hadisəni törədən şəxsi zərərsizləşdirib və onun 35 yaşlı Cihad Aş-Şami adlı Suriya əsilli Britaniya vətəndaşı olduğu bildirilir. Ukraynanın uzaq mənzilli zərbə PUA-ları Rusiyanın aparıcı neft emalı müəssisələrindən birinə zərbə indirib. Məlumata görə Ukrayna ordusunun xüsusi əməliyyatlar mərkəzinin pilotsuz uçuş aparatları 1400 km uzaqlıqda olan Orenburg vilayətinin Orsk şəhərində yerləşən neft emalı zavodunu vurub. Bildirilir ki, zərbə nəticəsində zavodda yanğın baş verib. Hadisədən sonra zavodda təxliyə elan olunub. Orsk şəhərinin yerli hakimiyyəti isə əhalini panikaya düşməməyə çağırıb. Rusiyanı iri neft emalı zavodlarında olan bu müəssisə ildə 6,6 milyon ton xam nefti emal edir. Eyni zamanda Ukrayna PUA-larının Krımda yerləşən neft emalı zavodlarına indirdiyi zərbələr nəticəsində orada yanacaq qıtlığı daha da artıb. Hazırda Krımda bir sürücüyə satışda maksimum 20 litr benzin məhdudiyyəti tətbiq olunur. Sankt-Peterburqdan 300 kilometr məsafədə yerləşən Finlandiyanın Mikkeli şəhərində NATO-nun quru qoşunlarının qərargahının rəsmi açılışı olub. Bu barədə Finlandiyanın Müdafiə naziri Antti Hiakanen sosial media hesabında paylaşım edib, məlumat verib. Hiakanen qeyd edib ki, qərargahın fəaliyyəti NATO-nun təhlükəsizliyini gücləndirəcək, eyni zamanda Finlandiyanın təhlükəsizliyini artıracaq. Finlandiya Müdafiə Nazirliyinin bəyanatında isə qeyd olunur ki, qərargah Şimali Avropada NATO-nun quru qoşunlarının fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək. Adi şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq. Fövqəladə hallarda isə şimalda quru əməliyyatları və müdafiəni idarə edərək planlaşdıracaq.
Münhenin hava limanı pilotsuz uçuş aparatlarının aşkarlanması ilə əlaqədar olaraq uçuşları dayandırıb. Bu barədə hava limanının saytında dərc olunmuş məlumatda deyilir. Qeyd olunub ki, Almaniyanın hava nəqliyyatına nəzarət orqanı PUAlar havada peyda olandan qısa müddət sonra hava limanında uçuşlara məhdudiyyət qoyub və daha sonra onları tamamilə dayandırıb. Qeyd olunur ki, insident nəticəsində 17 reys dayanıb. Fasilə 3000-ə yaxın sərnişinə təsir edib. Gələn 15 reys Stuttgart, Nürnberg, Viyana və Frankfurt limanlarına yönləndirilib. Davam edir, hörmətli tamaşaçılar. Biləsuvarda ağır yol nəqliyyat hadisəsi baş verib. Toqquşan maşınlardan birinin sürücüsü həyatını itirib. Abşeronda isə motosiklet piyadanı vurub. Piyada xəsarət alıb, motosikletin sürücüsü isə dünyasını dəyişib. Bərdədə isə maşın kanala aşıb. Mini avtomobillərinin toqquşması ölümlə nəticələnib. Ağır qəza Biləsuvar Bəhrəmtəpə yolunda baş verib. Yolun Biləsuvarın Arazbari kəndi ərazisindən keçən hissəsində Qax sakini Pərviz Abiyevin idarə etdiyi maşınla Cəllabadın Sabirabad kənd sakini Mahir Abuşovun idarə etdiyi avtomobil toqquşub. Sürücü Mahir Abuşov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər sürücü isə xəstəxanaya aparılıb. Xəsarət alan 1992-ci il təvəllüdlü kişi cinsli şəxs Biləsuvar rayon mərkəzi xəstəxana şöbəsinə qospitalizasiya olunub. Onun sol topuq səhhəti travması diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bakı-Sumqayıt yolunda Abşeron ərazisində də yol nəqliyyat hadisəsi baş verib. Motosikletin piyadanı vurması ölümlə nəticələnib. Ağır yol nəqliyyat hadisəsi Bakı-Quba yolunun 21-ci kilometrliyində, yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, motosiklet sürücüsü bu istiqamətdən yolu keçmək istəyən piyadanı vurub. Nəticədə motosiklet sürücüsü ilə hadisə yerində dünyasını dəyişib. Onun vurduğu piyada isə vəziyyəti ağır olduğundan dərhal xəstəxanaya çatdırılıb. Bərdənin Bala Ərəblər kəndi ərazisində isə idarəetmədən çıxan avtomobil kanala aşıb. Xilas edicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü 25 yaşlı Elgün Mustafazadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs kişi cinsli 10-cu ay 2025-ci il tarixdə saat 15:40 radələrində Bərdə rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sağ buç sümüyünün burmaltı çox qəlpəli yer dəyişmiş sınığı, sağ göz altının əzilmiş, cırılmış yarası diaqnozu təyin edilən şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti ağırdır. Bütün faktlarla bağlı araşdırma aparılır. Elşən Feyzullayev, Nizami Rəsulov, Daşqın Abdullayev, Yusif Kərimli, Xəzər xəbər. Bir neçə gün əvvəl Gəncədə ictimai nəqliyyatın idarə etməsində ciddi yenilik baş verdi. Şəhərdə marşrut xəttləri üzrə sərnişin daşıma işi Bakubas şirkətinə verildi və xəttə müxtəlif tutumlu yeni avtobuslar buraxıldı. Bu, Gəncədə sərnişinlərin çoxdan gözlədiyi yenilik olsa da, prosesin ilk günlərində ortaya bəzi çətinliklər və narahatlıqlar çıxdı. Yeni avtobusların istifadəyə verilməsi ilə problemlər də başlayıb. Üç tane getdi, 4 dənəsi gedir, heç biri saxlamır. Bu bitdə gəlir, gedir, bu bitdə gəlir. Dolu gələn avtobuslara minə bilməyən vətəndaşlar əsəblərini saxlaya bilməyiblər. Görüntülər Gəncədəndir. İctimai nəqliyyatdan müntəzəm istifadə edən sakinlər yeni avtobusların rahatlığından məmnun qalsalar da, müəyyən iradları da dilə gətirirlər. Sərnişinlər avtobuslar arasındakı intervalların böyüklüyündən, bəzilərinin dayanacaqlarda dayanmamasından şikayətlənir. Mənim uşağım Zakministdən, Maxi Marketin yanından bura piyada gəlibdir. Saxlamırlar, məhkəm gedirlər, bir də gec deyir marşrut. Gələndə də dolu olurlar, Avtobus verilibdir, yekədir, nə xeyri var? Qardaşlar, bir də görsən astanovkalarda saxlamırlar, sürüb gedirlər vağzalda. Heç adamı da saymırlar.
Belə şey olar. Bax, şalvarımın balağına bax, palçıqdır. Mən piyada gəlim. Havağa kim piyada gəlim. Mənim 72 yaşım var. Manşurutu da uzadıblar təqribi düz hayana qədər. Az veriblər manşurutu, oturubdu kənd avtobusu kimi. Yəni biz ölürük. Nə vecnədir, sürür, gedir, gəlir. Amma o bir avtobusumuzda 50 qəpiyi verirdi, 3 dəqiqədən bir gəlirdi. Məsələyə əlaqədar qurumların münasibətini də öyrəndik. Bakubas MMC-dən bildirilib ki, Gəncə parkına 280 avtobus gətirilib. Mərhələli şəkildə əvəzlənmə aparılar. Dəyişikliklərin miqyasını, həmçinin ölkənin 7 şəhərində təşkil olunan MD oyunlarını, eləcə də yarışların mərkəzi olaraq Gəncədə keçirilməsini nəzərə alaraq, avtobusların istifadəyə verilməsi mərhələli şəkildə aparılır. Bu səbəbdən intervallarda qısa müddətli gecikmələr müşahidə olunur. Prosesin bir həftə ərzində tam yekunlaşacağı gözlənilir. Dayanacaqların aralı olması məsələsinə isə belə münasibət bildirildi. Gəncə şəhərinin marşrut şəbəkəsi yeni formalaşdırılıb, marşrutların uzunluğu və sərnişin tələbatına əsasən xəttlər təhlil olunub və dayanacaq yerləri müəyyən edilib. Təyin edilmiş dayanacaq məntəqələri arasında məsafə standartlara uyğun olaraq müəyyən edilir. Sərnişin tələbatının öyrənilməsi ilə əlaqədar hazırda ərazidə monitorinqlər aparılır, yeni dayanacaq məntəqələrinin quraşdırılması davam etdirilir. Qeyd edək ki, indiyədək Gəncə şəhərində sərnişin daşıma xidmətləri Yerüstü Nəqliyyat Agentliyinin müvafiq lisenziyası əsasında 2 yerli şirkət tərəfindən həyata keçirilirdi. Rasim Əziz, Yusif Kərimli, Fərruh Qafarov, Xəzər xəbər. Son illər ürək-damar xəstəliklərinə yoluxma halları artdığı kimi xəstəliyin yoluxma yaşı da gəncləşir. Kardioloqlar bildirir ki, 5 il əvvəl 50 yaş üzəri şəxslərdə infarkt riski var idisə, indi bu 20-40 yaşlı şəxslər arasında daha çox müşahidə olunur. Bəs buna ümumiyyətlə səbəb nədir? Özümüzü necə qorumalıyıq? Ətraflı süjetdir. İllər əvvəl ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin yaşı 50-nin üzərində idisə, indi bu yaş aralığı 20-40 olaraq dəyişir. Ən təhlükəli məqamsa odur ki, bir çox gənclər ürək xəstəliklərinin xəbərdar edici əlamətlərini bilmədikləri üçün zamanında müayinə və müalicə olunmurlar. Bu isə ani və gözlənilməz ölümlərlə nəticələnir. İnvaziv kardioloq Şəmşir Vəliyev deyir ki, ürək-damar xəstəliklərinin çoxalmasının əsas səbəbləri stresin artması, qeyri-sağlam qidalanma və fiziki aktivliyin azalmasıdır. 5 il bundan qabaq ürək-damar sistemi xəstəlikləri 50 yaşın üzərində rast gəlirdiksə, hal-hazırda bu daha gənc nəsildə özünü büruzə verir, xüsusən də 20-40 yaş aralığında olan xəstələrdən. Bunların başlıca səbəblərindən biri zərərli vərdişlərdən istifadə etmək, xüsusən də tütün məhsulları, qəlyan, energetik içkilər, alkoqollu içkilərin istifadəsi, təbii ki, bir də düzənli həyatın olmaması, həyat tərzində pasiv həyat rejimi, aktivliyin olmaması. Kardioloq onu da bildirib ki, xəstəliyin gənc nəsildə müşahidə olunmasının digər səbəbləri də paralel xəstəliklər zamanı ürək müayinəsindən keçməməkdir. Gənc nəsildə ən çox rast gəlmə səbəblərindən biri təbii ki, yanaşı ürək xəstəliklərinin olmasıdır. Hansı ki, biz bunların içərisində miokardit, kardiomiopatiya xəstəliyidir və bunların da vaxtında aşkar edilməməsidir. Ona görə də hər bir vətəndaş istər gənc nəsildən söhbət gedir və yaxud da heç bir halda, heç bir vaxt bir müayinə olunmayıbsa, mütləq şəkildə kardioloji bir check-up müayinəsi icra olunmalıdır. Çünki bəzən bu patoloji hallar gizli şəkildə gedir. Kardioloq əlavə edib ki, ürək xəstəliklərinin qarşısını almaq üçün hər kəs gündəlik həyatında profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir. Balanslı qidalanma, artıq şəkidən uzaq durmaq, mütəmadi fiziki aktivlik, siqaret və spirtli içkilərdən imtina, normal yuxu rejiminə riayət etmək əsas qaydalardandır. Eyni zamanda qan təzyiqi, xolesterin və şəkər səviyyəsinin vaxtaşırı yoxlanması, risk qrupuna daxil olan gənclərin isə müntəzəm həkim müayinəsindən keçməsi həyati əhəmiyyət daşıyır. Kənan Qafar, Üzeyir Ağayev, Xəzər xəbər. Ötən ay 37 aptekdə monitorinq aparılıb. Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeyd olunan dövr ərzində ümumilikdə 9-u Bakı şəhərində, 28-i isə digər rayonlarda olmaqla 37 aptekdə yoxlama aparılıb. Aparılmış planlı və plandan kənar yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə ümumilikdə 11 protokol tərtib edilib.
Nizami rayonunda yerləşən Park City yaşayış kompleksinin sakinləri illərdir ki, çıxarış ala bilmirlər. Bildirirlər ki, şirkət onların çıxarış alması üçün zəruri olan addımları atmır və prosesi süni şəkildə uzadır. Bəs aidiyyəti qurum nə deyir? İzləyək. Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən 19 mərtəbəli Park City yaşayış kompleksində məskunlaşan sakinlər çıxılmaz vəziyyətə düşdüklərini deyirlər. Onların əsas şikayəti mənzillərə çıxarışların verilməməsidir. Bildirirlər ki, dəfələrlə yaşadıkları Park City yaşayış kompleksinin rəhbərliyi ilə bu məsələni müzakirə edib addımlar atsalar da adekvat cavab ala bilməyiblər. Başqa sözlə şirkət çıxarışların verilməsi prosesini uzadır. 3 ildir də mən burada hal-hazırda yaşayıram. Ən birinci köçən sakinlərdən olmuşam. Mən bugünkü gündə 3 ildir məni süründürür. Gələn ay kupça veriləcək, bu ay kupça veriləcək. 3 ildir bizi salıb dalayacaq, kupçanı ala bilmirik. Yəni çıxarışı 2020-ci ildə təhvil verilməlidir. 2021-ci ildə burada yaşayış var. 4 ildir biz kupçanı ala bilmirik. Çıxarış ala bilmirik. Biz də bu məsələni yuxarı qaldırmışıq icra orqanlarına və hər cürə də biz elə bir ki, kvartiran kimi yaşayırıq burada. 3 ildir bu adamın yanında gedib gəldik biz. Bir dənə bu adam bizə dəqiq söz demir. Hər bir gün, hər sabah, hər bir aya, hər 2 aya, hələ ki bugünə kimi 3 il ərzində bu adam bizə heç nə təqdim eləməyib. Sakinlərin digər narazılığı isə yeraltı qaraj ödənişləri ilə bağlıdır. Onların sözlərinə görə 60 manat olan aylıq ödəniş qəfil 100 manata qaldırılıb. Bu isə sakinlər arasında narazılıq yaradıb. Həmişə də dövlət orqanlarına istifadə edirlər. Gah deyirlər fövqəladə hallardadır, gah deyirlər arxitektura idarəsindədir, şəhər salmadadır. Ancaq şəhər salmaya da gedirik, arxitektura gedirik, icra hakimiyyətinə gedirik. Onlar da bizdə deyirlər bizlik deyil. 60 manatdan qarajı qaldırıb 100 manata. Mənim bugünkü nəvə 6 dənə nəvəm var. Məktəbə gedən var, bağçaya gedən var. Məktəbə götürmürlər, bağçaya götürmürlər ki, dokument, propiska işi var. Mən heç yerə bugünkü gündə mən propiska ola bilmirəm. Park City yaşayış kompleksinin hüquqşünası isə şifahi olaraq bildirdi ki, sakinlərə çıxarışların verilməsi üçün əmlak məsələləri dövlət xidmətinə sənədlər təqdim edilib. O ki, qaldı qaraj pullarının artırılmasına, şirkətdən bildirildi ki, həmin qarajlar bir neçə sahibkar tərəfindən özəlləşdirilib və qiyməti onlar təyin edir. Yəni, şirkətə heç bir aidiyyatı yoxdur. Əmlak məsələləri üzrə dövlət xidmətindən isə bildirildi ki, məsələ araşdırılacaq. İslam Əşrəfov, Vüsal Cəfərov, Aytən Fehruz, Xəzər xəbər. Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib. Qeyd edib ki, bu məsələ sudan səmərəli istifadə üzrə Milli Su Strategiyasında da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib, deyilib. Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra təklifimizi Tarif Şurasına təqdim edəcəyik, deyə o bildirib. Əsəd Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər. Bu əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhaliyə güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir. Bu sahədə biz Azəriqaz və Azərişıq təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik, deyə Əsəd Şirinov əlavə edib. Xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması zamanı imtina halları da az deyil. İlli əsasda aparılan ekspertizaların təxminən 15-17% tanınmama ilə nəticələnir və təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Xəzər xəbərə bildirib ki, bu imtinaların böyük hissəsi qonşu ölkələrdə təhsil alanlara aiddir. Xaricdə ali təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı problemlər əsasən 3 ölkənin ali təhsil müəssisələrindən alınmış sənədlərlə bağlıdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib ki, agentliyə edilən müraciətlər əsasında aparılmış ekspertizanın nəticəsinə uyğun olaraq klavikasiyaların tanınması ilə bağlı ən çox imtina alan ölkələr və universitetlərin siyahısı artıq təqdim olunub. Bu siyahıda qonşu ölkələr ilk sırada yer alıb. İllik əsasda aparılan ekspertizanın təqribən 15-17% imtina ilə nəticələnir. Onlar da təəssüflər olsun ki, əsasən qonşu ölkələrin payına düşür. Belə ki, Rusiya Federasiyası, Ukrayna və Gürcüstandan əldə olunan kvalifikasiyaların ortalama 30-35% imtina ilə nəticələnir. Və agentlik olaraq biz ötən ildən etibarən insanlarımızı doğru düzgün maarifləndirmək üçün siyahını ictimaiyyətə açıq elan etdik və hər bir universitet üzrə biz imtina faizlərini göstərdik. Həmin universitetlər üzrə müraciətlərin 100%, 90%, 98% imtina ilə nəticələnir. Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov qeyd edib ki, tanınma üçün əsas şərtlər isə ali təhsil müəssisəsinin rəsmi akkreditasiyası, təhsil proqramlarının ölkəmizdəki təhsil standartlarına uyğunluğu və təhsilin əsasən əyani olmasıdır. Son 2 ildə tətbiq olunan yeganə fərqli yanaşma ondan ibarətdir ki, bilirsiniz ki, tənzimlənən və tənzimlənməyən ixtisaslar dediyimiz yanaşma tətbiq olunur. Bu nə deməkdir? Bəzi ixtisaslar üzrə, konkret desək, tibb, səhiyyə, müəllimlik, mühəndisliyin bəzi alt sahələri, yəni mühəndislikdə ümumilikdə 105-ə yaxın ixtisas varsa, onun yalnız 25-26 üzərindən və eyni zamanda hüquqşünaslıq, müvafiq səlahiyyətli qurum indiki halda Dövlət İmtahan Mərkəzi məhz Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təqdim etdiyi siyahı əsasında imtahan təşkil edir. Və bu suallar qeyri-adi suallar deyil. Biz vətəndaşımızdan nə istəyirik? Əgər siz hüquq üzrə diplom əldə etmişsinizsə, 30 sualdan 15-nə cavab verməklə bu peşə imtahanından keçmiş hesab olunursunuz. Namizədlərə tövsiyə olunur ki, xarici universitet seçərkən həmin ali məktəbin akkreditasiyası, tədris forması və tanınma meyarlarına uyğunluğu ilə bağlı əvvəlcədən məlumat əldə etsinlər. Şəhla Poladova, Cəfər Qasımov, Xəzər xəbər. Son günlərdə Red Wolf hacker aktivist qruplaşmasının müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəfə aldığı barədə iddialar yer alır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə Kiber Təhlükəsizlik portalı TecoWellShield'in dərc etdiyi hesabatda aktivist qruplaşmanın bu il genişlənən DOS hücum kampaniyalarından Azərbaycanı da hədəf göstərdiyi bildirilib. Qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır. Qrup əsasən dövlət qurumlarının, maliyyə təşkilatlarının və kritik infrastrukturların informasiya sistemlərinin fəaliyyətinə maneələr törətməyə cəhdlər edir. Hücumların hədəfində Azərbaycanın da olduğu nəzərə alaraq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarından bəzi məqamlara diqqət yetirmələrini xahiş edir. Bura şəbəkə və sistem monitorinqinin gücləndirilməsi, şübhəli fəaliyyətlərə dair loqların vaxtında yoxlanılması, əlavə yükləmələrin, əlaqə kəsintilərinin və digər kənar halların diqqətlə izlənməsi, müxtəlif təhlükəsizlik həllərindən istifadə edilmə aiddir. Mərakeşdə etirazçılar avadanlıq və sursatların ələ keçirilməsi üçün təhlükəsizlik orqanlarına və inzibati binalara hücum edirlər. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bir neçə regionda bəzi nümayişlərin daha doğrusu artıq dinc xarakter daşımadığı bildirilib. Ölkənin baş naziri Mərakeş hökumətinin dialoq və müzakirəyə hazır olduğunu bildirərək küçələrə çıxan gənclərin tələblərini alqışladığını qeyd edir. Xatırladaq ki, sentyabrın 27-sindən bəri ölkədə kütləvi etirazlar davam edir. Aksiyalar demək olar ki, Mərakeşin bir çox şəhərində davam edir. Etirazları sosial mediada yaradılan Gens 212 Gənclər qrupu təşkil edir. Qrupun fəalları hökumətdən təhsil və səhiyyə sistemlərində köklü islahatlar aparmağı, korrupsiya və işsizliklə mübarizəni, vətəndaşlar layiqli həyat səviyyəsi tələb edirlər.
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Suriyanın paytaxtı Dəməşqin qərb və cənub ətraflarını vurub. Məlumata görə İsrail təyyarələri Livanın hava məkanından yerüstü hədəflərə raketlər atıb. İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, hücum zamanı radikal Hizbullah qruplaşmasına məxsus silah ambarları, hərbi tikillər və yeraltı infrastruktur obyektləri hədəfə alınıb. Atəş və müdafiə sistemlərinin idarə edildiyi məntəqəyə zərbələr endirilib. İsrail hərbçiləri deməli Qəzza zolağı sahillərinə Fələstinlilər üçün humanitar yardım aparan Sumud donanmasının 15 gəmisini ələ keçirib. Donanmanın Türkiyə nümayəndəliyi açıqlamasını bildirib ki, hücum zamanı Tel-Əviv hökuməti tərəfindən 48 nəfər türk fəalı saxlanılıb. Məlumata görə İsrail hərbçiləri gəmilərə qarşı güc tətbiq edir. Qəsdən toqquşmalar aparır, su şırnaqlarından istifadə edir və saxlanılan fəallarla pis rəftar edirlər. Nümayəndəliklərdən paylaşılan siyahıda saxlanılan şəxslərin adları, eləcə də mindikləri gəmi və qayıqların adları da açıqlanıb. Türkiyə Xarici İşlər Nazirliyi İsrail tərəfindən beynəlxalq sularda nəzarətə alınan gəmilərdə olan Türkiyə vətəndaşları ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, beynəlxalq sularda üzərkən İsrail qüvvələri tərəfindən ələ keçirilən gəmilərdə olan vətəndaşların vəziyyəti yaxından izlənilir və zəruri bütün tədbirlər həyata keçirilir. Rəsmi qurum əlavə edib ki, proses diplomatik kanallar vasitəsilə diqqətlə saxlanılır. Hörmətli tamaşaçılar, bugünlük xəbərlərimizdən bu qədər. Yenidən görüşmək ümidi ilə. Sırada həmkarım Əli Cəfərovun təqdimatında İdman xəbərləridir.